Salam değerli kanal izleyicileri, hoş gördük hər birinizi. Abiturientlərə dəstək məqsədi ilə Python bölməsinə aid olan yazılı tələb olunan sualların izahını verməyə çalışacağım. Və qeyd edim ki, hal-hazırda işlədiyimiz məsələlər güvən test toplusuna aid olan suallardan götürülüb və budur ki, bu sualların izahına başlaya bilərik. İlk olaraq birinci suala baxırıq. Klaviaturadan daxil edilmiş ədədin rəqəmləri cəmini ekrana çıxaran proqramı Python dilində yazın. Deməli, biz məsələni oxuduq. Bizdən nə soruşulur? Hər hansı bir natur ədəd daxil edirik. 2783, məsələn, bu nümunədir. Ekranda bizə bu ədədin rəqəmləri cəmini çap edəcək nəticə lazımdır. 700 isə 3, 10, 802, 10. Yəni, ekranda 20 nəticəsini almalıyıq. Deməli, bundan ötürü biz ədədin rəqəmlərini tapaq və sonra bu ədədin rəqəmlərini toplayaq. Odur ki, keçid alırıq proqramımıza və burada mən yazıram tapşırıq 1. Bunu yazdıq. İlk olaraq n bərabərdir int input. Biz artıq bir ədəd daxil etdik və bu ədədi daxil etdikdən sonra biz düşünməliyik ki, biz bir cəm tapacağıqsa, rəqəmlərin cəmini tapacağıqsa, prosesə başlamadan öncə bizim ilk olaraq cəmimiz lazımdır. Cəm dəyişəninin qiyməti lazımdır və bu dəyişənin də qiymətini biz S ilə işarə eləsək, başlanğıc olaraq 0 qiyməti götürürük. Sonradan hər rəqəmi tapdıqca bu S-in üzərinə gələcəyik. Odur ki, bunu yazıram. While n 0-dan böyük olduğu müddətdə bu ədədi ona böldüyümüz anda biz son rəqəmi tapa bilirik. Və bunu da Q-yə mənimsədirik. Həmin Q-nü də nə edirik? S-in üzərinə gəlirik. Artıq biz rəqəmi tapdıqsa onu S-in üzərinə gəldik və bu şəkildə dövrün içərisində çalışacaq və növbəti anda isə n-i biz bölməliyik ona. Yəni ona görə bölürük ki, bir ədədi ona böldüyümüz anda nümunə götürək. Məsələn, burada yazdığımız andakı 2783 biz 3-ü tapdıq. 3-ü bu Q vasitəsilə tapdıq və bunu S-in üzərinə gəldik. Gələn dəfə 8-i gəlməliyik axı. Odur ki, 2783-ü ona bölürük ki, 278 olsun. Və bu da 0-dan böyük olduğu müddətdə Q yenə də işləsin və 8-i tapsın və bu şəkildə gedəcək. Hara qədər, nə qədər ki, n 0-dan böyük olduğu müddətdə. Ədədin rəqəmləri tapılması ilə bağlı, bununla bağlı YouTube kanallarımızda müxtəlif, belə deyək də, yanaşmalarla yazılan məsələlər var. Əgər arzu etsəniz, o misallara baxıb daha dəqiq öyrənə bilərsiniz. Mən isə burada artıq yekunlaşdırıb print S-i çapa verməliyim. Və buradan baxdığımız anda artıq biz bunu çalışdıra bilərik. Deməli, 2783 daxil etdik, 20 cavabını almış olduq. 10, 10, 20 cavabı gəlmiş oldu. Bu təbii ki, nümunələrdən biridir və eyni zamanda bunu başqa necə həll edə bilərik? Biz əgər ədəd olaraq daxil etmək istəyiriksə, bunu bu şəkildə yazdıq. Bu şəkildə yazdıqdan sonra S bərabər 0 yenə başlanğıc qiyməti götürə bilərik. For in str n yaza bilərik. Artıq STR-ə çevirdik. STR-ə çevirdiyimizə görə biz ədədin rəqəmləri içərisində tək-tək gəzə biləcəyik və o zaman S bərabərdir S plus int i. Niyə int i? Yəni ki, bir çoxunuz bunu başa düşdü. Çünki artıq mən STR-ə çevirdiyimə görə STR-in içərisində olan, yəni sətir tipində olan ifadənin rəqəmləri də sətir tipində olacaq və o zaman da mən ədəd tipi ilə sətir tipini toplaya bilməyəcəkdim və ona görə də int i yazdım ki, bu problem çıxmasın. Print S bu şəkildə də yaza bilərik. Və yenə də yoxlasaq, 256 yazdıq, 13 cavabını almış oluruq. Burada da gördüyünüz kimi. Fərqli yenə də yanaşma edə bilərik. Bunu siyahıya çevirib və siyahının içərisindəki elementləri cəmləyə bilərik. Amma bu qədər düşünürəm ki, yetərlidir hələlik. Keçək alaq ikinci suala. Görə ikinci sualda nə deyirdi və burada yoxlayırıq. Klaviaturadan daxil edilmiş ədədin rəqəmlərini tərs ardıcıllıqla düzən proqramı Python dilində yazın. Yəni, bu o deməkdir ki, mən bir ədəd daxil edəcəm. Elə burada 2783-ü götürsək, ekranda 3, 8, 7, 2 ifadəsi çıxsın. Hər halda bundan söhbət gedir. Və budur ki, bunu da yazmağa başlayaq. Deməli, n bərabərdir int input. Bir ədəd daxil edədiksə, mən bu ədədi ilk olaraq sətrə çevirə bilərəm. N bərabərdir str n. Və print həmin bu n sətrini -1 yazmaqla bunun ədədin rəqəmlərin tərsinə düzmüş oluram.
və buradan da baxa bilərik. 2783-dürsə 3872 almış oluram. Bu necə gəldi? Hardan gəldi? Bu da deyəyin ki, maraqlı ola bilər. Bu indekslərlə bağlı, sətirlərdəki indekslərlə bağlı biz adətən bura bir başlanğıc qiyməti qeyd edirik. Bir də son qiyməti qeyd edirik. Məsələn, nümunə olaraq 9. 0-cı indeksdən 9-cu indeksə qədər getsin. Amma bəzən bunu yazmayıb biz sadəcə bu şəkildə yaza bilərik. Yəni 0-dan axıra qədər getsin deməkdir bu. Buradakı ifadəni də biz nəzərə alsaq, başlanğıc qiymətdə qeyd eləməsək, bu o deməkdir ki, başlanğıcdan axıra qədər və bir azalsın. Bir azaldığına görə tərsdən düzür. Təbii ki, bura müsbət bir qiymət yazsaq, 1, 2 artıra bilərik. Bizə lazım olan isə hər birini yoxlasın və tərsdən düzsün. Odur ki, bu şəkildə biz yekun qiymət almış oluruq. Bu deməli bu sualın cavablarından biri idi və növbəti necə edə bilərik? Yenə gələ bilərik. M bərabərdir int input yazıram. Bunu yazdıqdan sonra bizim bir başlanğıc olaraq bir qiymətimiz var. Bu qiymət boş bir sətirdir. Mən bu ədədin rəqəmlərini taparam. Az öncə yazdığımız üsulda biz ədədin rəqəmlərini tapmağa baxdıq və orada gördük ki, ədədin rəqəmlərini tərsdən tapırıq. Yəni birinci son rəqəmini sonra artıq bu şəkildə ta ki əvvələ qədər tapırıq. O zaman belə bir düşünə bilərik ki, Q bərabərdir n faiz 10. S bərabərdir. Burada bir boş sətrimiz var. O zaman S bərabərdir S plus STR və həmin bu Q-ni bura gəlirik. Bunu Q-ya ona görə keçirdik ki, bu ədəd tipindədir, bu isə sətr tipindədir. Toplayaq deyə STR-ə çevirdik və n bərabərdir n bölək 10 yazıram və nəhayət print S deyə bilərəm. Və bunu çalışdırdığımız anda biz burada baxaq görək nə görürük? 256, 652 ədədin rəqəmlərini tərsinə düzdük. Bu üsulla da bu şəkildə bunu yazdıq. Keçək alaq növbəti suala. Baxaq görək növbəti sualda nə deyirdi? Tapşırıq 3. Bura gəlirəm. Klaviaturla daxil edilmiş ədədin rəqəmlərini olduğu kimi tək-tək düzgün ardıcıllıqla çap edən proqramın patentində yazın. Hər halda burada 256 daxil edilirsə 2, 5, 6 olaraq bu şəkildə yazmağımız lazımdır. Bunu da belə yazağın ilk öncə ağlımıza bu gələcək yəqin ki, n bərabərdir int input ədəd olaraq daxil ediriksə, bunu sonradan for i in str n desək və print i deyirik, print i. Və buna da baxdığımız anda artıq bizim daxil etdiyimiz ifadələr 256, 256 ekranda görmüş ola bilərik. Və yaxud da ki, bunu yenə də burada qalsın. Biz n bərabərdir, burada yazırıq, n bərabərdir int input daxil eləmişiksə, boş bir siyahı açarıq və həmin bu elementləri ora əlavə edərik. While n böyüksə 0 olduğu müddətdə bunlar hər biri az öncə yazdığımız üsullar üzərindən gedir və Q bərabərdir n faiz 10. Bunu biz nə edəcəyik? Q-ni tapmışıqsa atacağıq S siyahısına. Və burada S.append. Həmin Q-ni atdıq bura. Bura atdıqdan sonra və n bərabərdir n bölək onu unutmuruq və burada da print S yazaq. Baxaq görək biz hələ ki nə etdik? Yoxlayıram buradan. Deməli 256 daxil edirəmsə 652. Bu şəkildə tərs ardıcıllıqda görürük. Bunu ilk olaraq biz dəyişə bilərik bu şəkildə. Siyahıdakı elementlərini tərsdən düzlükünü də dəyişə bilirik. Bu zaman reverse-dən istifadə edəcəyik. S.reverse və artıq bizim siyahımıza baxdığımız anda yenidən çalışdıraq. 256 daxil edirəm. 256 bu ardıcıllıqda görülmüş oldu. Bu bizim ilk istədiyimiz idi. Və bunun da içərisində for i in S yazmaqla print i yazarıq və bu şəkildə də artıq yenə də tək-tək ayrılıqda görə biləcəyik. 256, 256 bu şəkildə görə bilərik. Və yaxud da ki, bu üsulda deyim, bu da bir çox hallarda sizin işinizə yaraya bilər. Və burada yazdıqsa bunu S.append Q dediyimiz bizi elementlərimizi sona doğru atır. Biz bunu belə bir şəkildə yazsaq S.insert hər yeni rəqəmi 0-cı indeksə atarsa baxaq görək nə olacaq. S.reverse-ü də buradan silsək
ve çalıştırıram. 256, 2, 5, 6'nı görmüş olacağıq. Yəni bunu çalıştırmadan öncə istərsəniz hər kəsə aydın olsun. Print S. Bizim son siyahıda necədir vəziyyət ona baxaq. Və baxdığımız anda burada yenə də çalışdırıram. 256 bu şəkildə gedir. Hər yeni elementi ilk öncə 6-nı tapdı, 0-cı indeksi atdı, sonra 5-i tapdı, 5-i 0-cı indeksi atdı və ən sonuncu dəfə 2-ni tapanda 2-ni də 0-cı indeksi atdı. O zaman belə bir formalaşır. O zaman artıq reverse eləməyə ehtiyac qalmadı. Bu üsulla da bu məsələyə baxmış olduq. Üçüncü sualın həlli idi bu. Dördüncü sual. Klaviaturadan daxil edilmiş ədədin palindrom olub olmadığını yoxlayan proqramı Python dilində yazın. Bunu da fərqli şəkildə yaza bilərik, amma ikinci sualda səhv eləmirəmsə yazdığımız üsuldan istifadə edəcəm və eyni zamanda elə bunu burada kopyalaya bilərik. Və burada test 4 yaza bilərik. Burada bir K götürək bunu. K bərabərdir. Bu şəkildə yazdım. Artıq bizim hər ifadəmiz M və K hər ikisi STR tipdədir. Bu normal yazılış olaraq ədədin STR tipində isə bu isə tərs yazılış olaraq. O zaman biz müqayisə aparacağıq ki, if K bərabərdirmi N-ə? O zaman print yes yazacağıq burada. Yes. Əks halda isə print no yazacağıq. Və bunu yazdıq, amma palindrom ədədə bir açıqlama da verəsi olsaq, yəni palindrom ədəddə budur ki, məqsəd nümunə yazsaq 121. Bu ədədin həm bu tərəfdən, həm də bu tərəfdən oxunuşu eyni ifadə alınırsa, o zaman bu palindrom ədəddir. Bu tərəfdən də 121, bu tərəfdən 121. Yox, əgər 126 olsaydı, bu tərəfdən oxunuşu 621 olacaqdı və bu bir-birinə bərabər olmayacaqdı. Ona görə biz ədədin rəqəmlərinin tərsinə də yazsaq, eyni ədəd alınacağına görə o palindrom olacağını qeyd etmiş ola bilirik. Və yoxlasaq burada bu ifadədən, deməli yazıram 121 və yes çıxdı burada. Və gəlirəm 126, no çıxdı. Burada da gördüyünüz kimi. Və keçid alırıq 5-ci suala. Armstrong ədədlərlə bağlı, hər halda Armstrong ədədlərinin də nə olduğunu bilirsiniz. Armstrong ədəd, burada nümunələr yazıb, əgər 3 rəqəmlidirsə, o zaman rəqəmlərinin üstündə 3, yəni bu rəqəmlərin sayı olacaq, qüvvət yerinə 3 yazacağıq. Yox, əgər 4 rəqəmlidirsə, o zaman qüvvət yerində 4 olacaq. Yəni rəqəmlərin sayı qədər və hər bir rəqəmin üzərində bunu yazacağıq. 5-dirsə, 6-dırsa ona uyğun qərar verəcəyik. Deməli, bizim daxil etdiyimiz ədəddə nə olacaqsa bilmirik. Biz ilk olaraq bu ədədin rəqəmlərin sayını tapaq. Rəqəmlərin sayını tapandan sonra baxacağıq ki, bu onsuz da qüvvətlidir və ondan sonra hər bir rəqəmini ayrıca tapıb bu şəkildə yaza bilərik və o zaman da Armstrong olub olmadığını yoxlayacağıq. Yəni bu o deməkdir ki, bu ifadə bu tərəf yenidən bu tərəfə bərabərdir. Bu Armstrongdur yəni. Eyni zamanda burada da həmçinin. Deməli burada yazarıq tapşırıq 4.py. Və bunu yazdıqdan sonra 4-ə yazmışıq deyir və o zaman 5 idi bu. 5 yazdıq. N bərabərdir int input. Bizim bir ədədimiz var. Bu ədədimizi burada görürük və belə yazaq for i in str in. Artıq mən bunu str-ə çevirdiyimə görə içərisində tək-tək gəzə biləcəyik, amma bu gəzmədən də öncə bizə lazım olan budur ki, bunun rəqəmlərinin sayını tapaq. Buna da bir q yazsaq, q bərabərdir len str in. Simvolların sayını tapmaqdan ötürü str-ə çevirsək, len funksiyasından istifadə edib tapa bilərik. O zaman belə yazacağıq və təbii ki, bir s dəyişəndə götürək, s bərabərdir 0 götürək başlanğıcda, s bərabərdir s plus. Bu ifadə artıq str tipindədir. Ona görə də biz nəzərə almalıyıq ki, bu int i olsun, yəni intə çevirək. Həmin bu ifadənin də üzərinə nəyə gələcəyik? Qüvvəti yazacağıq. Qüvvət də dediyimiz q. Bu şəkildə yazdıq. Və bunu hesablayandıqdan sonra yekun olaraq baxacağıq ki, əgər if bu s bərabərdirsə n-ə, o zaman print bu ifadə Armstrong'dur. Armstrong. Əks halda Armstrong deyil yazacağıq. Gəlirik bura, else
Armstrong değil. Və yoxlayaq. %153 Armstrong çıxdı və 154 Armstrong deyil çıxdı. Yəni bunu da artıq bildik. Bu şəkildə yazdıq. Eyni dediyimiz üsulu. Təbii ki, yenə də bunu başqa variantlarda da yoxlamaq olardı. Mən bu şəkildə yazmış oldum. Keçid ala bilərik növbəti suala. Dəyərli dostlar, 2 ədədin qarşılığı sadə olub olmadığını yoxlayan proqramı Python dilində yazın. Deməli, qarşılığı sadə olub olmadığını yoxlamaqdan ötürü əgər əbob 1-dirsə, deməli bu qarşılığı sadə ədəddir və bundan ötürü biz əbobu tapa bilərik. Hər halda bunu yazsaq aydın olacaq. Deməli D6.Python yazdıq burada. 2 ədəd daxil edəcəyik. A, elə A-nı, B-ni bir yerdə yazaq. Map int input və .split bu şəkildə yazdıq. 2 ədədimizi daxil edəcəyik və Evclid qaydasına əsasən bunu yazsaq belə yazacağıq. While qaydalardan birisi budur. Əbobun tapılması üsullarından birisi budur. While yaza bilərik ki, nə qədər ki A B-yə bərabər deyilsə, o zaman baxsın, if A B-dən böyükdürsə, o zaman A bərabərdir A çıxaq B. Əks halda deməli nə yazacağıq? B bərabərdir B çıxaq A. Bu iki ifadə harda bərabər olacaqsa, o zaman təbii ki dövr bitəcək. Yəni burada hansı böyüksə, böyükdən kiçik çıxacaq və böyüyə mənimsədir. Bu şəkildə gedir. Və elə ki bunlar bir-birinə bərabər olacaqsa, o zaman əbobu tapmış olacağıq. Və bunlar bir-birinə bərabər olanda dövr bitəcəksə, deməli istər A, istərsə də B əbob olaraq qeyd edə bilərik. Biz baxaq ki, burada əbobu tapdıqmı? Print A, hətta print elə burada virgül B də yaza bilərəm ki, bu nəticəni bilmiş olaq. Və gəlirəm burada 2 ifadə daxil edirəm. 18, 12, 6, 6. Gördüyünüz kimi hər ikisində 6 çıxartdı. Odur ki, birini yazmaya bilərik bu şəkildə. Hətta burada belə bir şey yaza bilərik. Əbob bərabərdir A. İndi bunu yazdıqsa əbobu tapacağıq və yekunda belə bir şey yoxlaya bilərik də artıq, yəni məsələmizin həllini keçirir. Əbob bərabərdir 1-dirsə, deməli print qarşılıqlı sadə ədədlərdir. Yəni buna yenə də yes çıxarsın. Yes. Əks halda print no çıxarsın. Və bunu da yoxlasaq. Gəlirik bura. Yazıram 17 üzrə hesab edin. Eyni sətirdə daxil etməliyik. Maplə yazdığımıza görə 17, 19 yes çıxartdı və başqa bir şey yoxlayaq. 18, 16 no çıxartdı. Qarşılıqlı sadə ədədlər deyil deyə. Bu şəkildə yazdıq. Deməli əbobu tapdıq. Əbobu 1-ə bərabərdirsə, bu artıq bildik ki, qarşılıqlı sadə ədədlərdə əks halda deyil. Bu şəkildə yazdıq. Və bunu da qeyd edim ki, əbobun tapılması ilə bağlı fərqli variantda məsələlər yazmışıq. Hətta alqoritmlər bölməsindəki əbobun tapılmasını 3 versiyada qeyd etmişdim. Arzu edənlər o videolardan da baxıb maraqlana bilərlər. Biz isə keçək növbəti suala. Klaviaturadan n sayda elementdən ibarət siyahının cüt elementlərinin cəmini, tək elementlərinin hasilini ekrana çıxaraq proqram Python dilində yazın. Deməli, n sayda elementdən ibarət siyahı daxil edərək və bunu da burada yazaq. Tapşırıq 7 Python yazıram. Burada n bərabərdir int input. Bu şəkildə yazdıq. Bizim bir boş siyahımız var və n sayda ədəd daxil edəcəyik. Bunu fərqli variantlarda yaza bilərik. İlk olaraq belə yazıram. While i kiçikdir, bərabərdir n. Bir ədəd daxil edək. Buna deyirik A ədədi və A ədədini biz daxil etdik. Bu A ədədini biz S siyahısına ata bilərik. S siyahısını atırıqsa S.append A yaza bilərik. Artıq A ədədini daxil edirsə, burada bunu yaza bilərik. Bu aydın oldusa, yəni biz A-nı burada elə birbaşa da belə yaza bilərdik əslində. O zaman buna ehtiyac qalmır. Bunu yazdıq və bizim artıq siyahımız hazırdır. İstəyirsiniz ilk öncə hazır olan siyahıya baxaq.
Burada bir dənə nə unutduq? I bərabərdir i plus 1-i yazmalıyıq ki, təbii ki, dövr işləsin və dövr bitsin. Deməli, burada yazıram 4 dənə. Bu o demək ki, mən 4 dənə də daxil edəcəm. 32, 15, 98, 7 və bizim artıq siyahımız bəllidir. İndi bu siyahılarda təklər və cütlərə baxacağıq. Bundan ötürü yenidən bu siyahıya girə bilərik. Odur ki, belə bir şey yazıram. Cüt bərabərdir 0 ilk başda və tək də bərabərdir 1. Yəni cütlərin cəmi təklərin hasilidirsə, odur ki, bunu yaza bilərik. For i in s siyahısının içərisində gəzərik. If i faiz 2 bərabərdirsə 0-dırsa, yəni ədəd cütdürsə, o zaman cüt bərabər cüt plus i. Əks halda başqa şərt vermə ehtiyacı yoxdur. Deməli, əgər cüt deyilsə, o zaman təkdir. Təkdirsə, tək də bərabər tək vuraq i-ni yazacağıq. Bu şəkildə və bunu yekunlaşdırdıqsa print cüt və təki çapa versin. Cütlərin cəmini, təklərin isə hasilini. 5 dənə ədəd daxil edəcəyik. 3, 2, 4, 1 və 6. Burada baxsaq 5 dənə ədəddən 3 və 1 təkdir. Onların hasili 3 eləyir. 2, 4, 6 isə 12 edir və yoxlayaq görək 12 və 3 ekranda bu şəkildə görünmüş oldu. Əgər bu aydın oldusa, bunu başqa necə yaza bilərik? Bu hissə var. Burada gördüyümüz bu hissə. Bunun üçün kiçik bir dəyişiklik eləyək və onu da göstərək sizə. Shift Alt A-ya vurduq burada və gəlirəm. S bərabərdir list. Buradan map funksiyasını istifadə edəcəyik və bura int gəlirik input və nöqtə split. Bu şəkildə yazırıq. Biz artıq nə etdik? Bu ifadə ki var. Onu burada formalaşdırdıq və burada print s yazırıq. Deməli, bu nə edir? Gəlirəm burada ifadəni yazıram. 14, 2, 5, 3, 7, 9. Harada enter vururam, o zaman artıq mənim siyahım bu şəkildə formalaşmış olur. Və bu siyahını formalaşdırdıqdan sonra təbii ki, bunun içərisində gəzib digər qaydada bu ifadələri də yoxlaya bilərik. Ctrl C dedim və bunu da burada yoxlayıram. For in s bu şəkildə yoxlasaq. Deməli, 3 dənə ədəd daxil edirik. Artıq burada ədəd daxil edəmirik. Burada birbaşa yazıram. Yazıram 4, 3, 5, 6, 7, 1 və 2 yazaq. Bir də 2. Baxdığımız anda burada tək rəqəmlər 3-dür, 5-dir, 7-dir. Deməli, 5 dəfə 7, 35 3-ə vurduq. 105 burada gəldi. 4-dür, 6-dır, 10-dur və üstünə 2 gəldik. 12 də bu şəkildə ifadəni yazmış oluruq. Bu da 7-ci sualın cavabı idi. 8-ci suala keçə bilərək. Klaviaturun daxil edilmiş ədədin ən böyük rəqəmini çapa verən proqramı Python dilində yazın. Bunu da gəlin yenə də bu şəkildə yazaq. Tapşırıq 8.py burada yazıq. Daxil edilmiş ədədin ən böyük rəqəmini necə tapacağıq? N bərabərdir int input. Burada yazırıqsa və əgər biz bunu STR tipinə, sətir tipinə çevirəriksə, o zaman belə bir şey yaza bilərik. Max STR N ən böyük rəqəmini tapmış ola bilirik. Bu şəkildə baxdığımız anda 8-i ekranda görünmüş oldu. Bu bəlkə də daha xoşunuza gələn üsuldur və daha tez olan üsuldur, amma biz bunu başqa necə yaza bilərik? N bərabərdir int input yazarıq. While yuxarıya qayıdacağam. N böyük 0 olduğu müddətdə mən bu ilk rəqəmi tapdım. İlk rəqəm dediyimiz sonundan olan ilk rəqəmi tapdıq. N faiz 10. Həmin bu künü müqayisə aparım. Nə ilə müqayisə aparım ki? Yəni mənim bu rəqəmim əvvəlki rəqəmdən böyükdürsə, o zaman budur da ən böyük. Bunu qeyd edeyim. Odur ki, belə bir şey götürə bilərik. Max bərabərdir 0. Mənim hələ ki ən böyük rəqəmim 0-dır. Və bu künü tapdıqdan sonra yoxlayıram. Əgər görəsən bu kü böyükdürmü Max'dan? Əgər böyükdürsə, əgər hərdirsə, o zaman Max'ın qiyməti olsun elə bu kü. Və salam. Burada təbii ki n bərabərdir n bölək 10 yazırıq və print Max'ı verə bilərik. Max. Onsuz da ədədin natural ədəd isə 0-dan böyük rəqəmi vardır, mütləq ki var. Onun hansı buradan böyüksə Max. Məsələn 2 Max 0-dan böyükdür. Bəli, Max oldu ki, gələn dəfə 8-i görəcəyinə görə 8 2-dən böyükdürmü? Bəli, o zaman artıq bu şəkildə
bunu yoxlamış olur. Və bu şəkildə yazırıq. Deməli 6, 5, 8, 2, 4. Yoxladığımız anda ən böyük rəqəm 8-i bu şəkildə tapmış olduq. Bu da bu məsələyə başqa bir üsul. Bu isə ədədin ən böyük rəqəmini tapa bilən proqramı Python dilində isə bu isə ən kiçik rəqəmdir. Yəni 9-cu sual. Bu da rahat olacaq. Elə bunların hər ikisini götürürəm burada. Ctrl+C dedik və bura yapışdırdıq. Eyni zamanda burada sadəcə min yazsaq bu məsələnin bir həlli. Digər tərəfdə isə max yerinə minimumu tapırıq. Minimum artıq ən böyük rəqəmi götürsək 9. Yəni dəfə 9-dan kiçik olacaq olan varsa, o zaman ən kiçik rəqəm odur deyirik. Q kiçikdirsə minidən və bu zamanda mini bərabərdir Q-yə və ekranda da bunu çap edirik. Burada nəsə bir problem yarandı, bilmirəm niyə. Baxaq görək niyə. Bunu bağlamamışıq. Bu burada qalsın. Bunu çalışdırırıq dostlar. Deməli daxil edirik. Ən kiçik rəqəmi 2 olaraq burada qeyd elədik. Bunu işlətdik. Bu da yəqin ki rahat olacaq. İstərsəniz özünüz ayrıca işlədib baxa bilərsiniz. Klaviaturun daxil edilmiş en sayda elementdən ibarət olan siyahıda ən çox təkrarlanan elementlərin sayını tap edən proqramı Python dilində yazın. Deməli, yenə də burada baxaq bu məsələyə. Test10.python bu şəkildə yazdıq. Bayaq maplə yazdıq, o daha rahat olacaq. İstəyirsiniz onunla yazaq ilk olaraq. S bərabərdir list map və gəlirik burada int yazdıq, input təbii ki split. Bu şəkildə yazdıq. Artıq bizim siyahımız hazırdır. Bu siyahının içərisinə girə bilərik. For in S. Bu siyahının içərisində deyəcəyik ki, if əgər S siyahısının içərisindəki i böyükdürmü? Deməli, böyükdürmü? Nədən? Bizim müqayisə aparacağımız yenə də bir ifadə lazımdır. Deyək ki, yenə də bu şəkildə bir ifadə yazırıq. N bərabərdir 0. Əgər bu ondan böyükdürsə, o zaman n bərabərdir s.count i yaza bilərik. Və print s, daha doğrusu print m yaza bilərik. Baxaq. Deməli, 25, 32, 14, 25, 14, 7, 25, 63, 8, 4 və bir də 25. Bizə 4 verdi. 1, 2, 3 və 4 dənə 25 ən çox olan buydu. Bunun da sayını bir daha baxaq bizdən. Sayım istənilirdi. En sayda elementin burada siyahıda ən çox təkrarlanan elementlərin sayını bəli, bu şəkildə bizə göstərmiş oldu. Deməli, bu da 10-cu sualın izahı idi. Keçirik 11-ci sualın izahına. 11-ci sualda nə deyir? Klaviaturdan daxil edilmiş iki müxtəlif ədədin əbobunu tapan proqramı Python dilində yazın. Bayaq əslində qarşılıqlı sadə ədədlər olanda bir versiyanı tapmışıq. İkinci versiya çıxma deyil, bölmə üsulu ilə də, amma mən digər bir üsulla deyəcəm. Burada bu şəkildə baxaq. Deməli, 2 ədəd daxil edəcəyik. Yazıqcan yayın sizə də tam aydın olacaq. 1.python. 2 ədəd daxil edəcəyik. A bərabərdir int input və eyni zamanda B bərabərdir int input. Bu şəkildə yazdıq. 2 ədədimiz var. Bizim bu ədədlərdən kiçiyini tapmağımız lazımdır. N bərabərdir o zaman 1 minimum A, B tapdıq. Artıq bizim kiçik ədədimiz bəllidir. O zaman biz yaza bilərik. Buradan if deyə bilərik. Daha doğrusu while deyə bilərik. Bu şərti necə verəcəyik? Əgər daxil etdiyimiz bu iki ədəddən A faiz M bərabər deyilsə 0-a və ya B faiz M bu da bərabər deyilsə 0-a, yəni belə deyək, iki ədəddən ən kiçiyini tapdıq. Bunu istəyirsiniz burada yazaq. Nümunə götürək. Mən ən çox nümunə çəkirəm bu ifadələri 18, 12. Bunlardan ən kiçik 12-ni tapdıq. Çünki əbob ən yaxşı halda 12 ola bilər.
2 ədəddən biri ola bilər. Yəni kiçik ola bilər above. O zaman kiçiyi götürdük. İndi baxırıq ki, bu ədədlərdən hansı bölünür? 18 də kiçiyə, 12 də kiçiyə bölünmürsə, o zaman proses davam edəcək. Ta ki bunu azaldacağıq. Hər ikisi bölünəcəksə, o zaman dayanacaq. Yəni deməli ona görə dövrün şərtinə diqqət edin. İkisindən biri bölünürsə, artıq baxın bu problem. Bölünmürsə bu davam edir belə deyək. Burada yoxlayırıq. O zaman əgər bu da bölünmürsə, həmin m-dən m çıxa 1 deyirik. Və print m verəcək. Bu while'ın bu şərtində bu işləyəcək və hər dəfə bir while azalacaq. Ən nəhayət hər ikisi artıq bölünəcəyi təqdirdə dövr bitəcək və m-i çapa verəcək. Və baxırıq, burada həqiqətən elədirmi 18 və 12 daxil edirik. Altını çıxartmış oldu. Və ya ki, bəzən bunu da yoxlamağa da fayda var. 12-18 daxil edik. Yenə də altını burada çıxartmış oldu. Bu da variantlardan biri idi. Deməli, 11-ci sualda nəyə tapdıq biz? Həmin bu əbobu tapmış olduq. Keçə bilərik. Yəqin ki, növbəti suala. Burada isə biz baxaq görə nəyə tapırıq? 12-ci sual. Klaviaturdan daxil edilmiş 2 müxtəlif ədədin əkobunu tapan proqramı Python dilində yazın. Bunu da bu şəkildə tapa bilərik. Əgər bizə əbob bəllidirsə, o zaman bunu belə deyərik. Əkob bərabərdir hasil, yəni A ilə B-ni bölərik əboba. Bu düsturdan istifadə edə bilərik. Amma mən birbaşa bu şəkildə yazacağam. Deməli, gəlirəm, burada yazıram. Tapşırıq 12.py bu şəkildə yazdıq. Və A-nı, B-ni daxil edirik. A bərabərdir int input. Və eyni zamanda B də bərabərdir int input. Təbii ki, bunu da maplə yaza bilərdik, amma bu şəkildə yazdım. İndi bizim bu ədədlərimiz var. Amma x bərabərdir A yazıram və y bərabərdir B yazıram. Bu şəkildə yazdım. Nə qədər ki, A B-yə bərabər deyil. Burada yanlış yazmışıq. While A B-yə bərabər deyil, yəni A B-dən fərqlidir, o zaman bir if verəcəyik. Əgər A B-dən böyük olacaqsa, baxın, diqqətlə baxın burada B bərabərdir, A B-dən böyük olacaqsa, B-nin üzərinə gəlirəm, həmin bu y-i burada yazdıq. Yəni B-nin qiyməti dəyişəcək deyə, burada artıq B yeni qiymət alır gördüyünüz kimi. Ona görə burada bir mənimsətmə verdik, y-i gələk, yəni o daxil etdiyimiz ilk qiymət nədirsə, onu hər dəfə onu gələk. Əgər bu şərt işləyirsə, yox, bu işləmirsə, o zaman else halına baxaq. Bu zamanda nə edəcəyik? Deməli, B A-dan böyükdür və A bərabərdir A plus x-i gələcək. Və bunu da yoxlasaq, artıq print A ya da B də ola bilər. Çünki yenə də şərtimiz budur. Mütləq ki, dövrün bitməsi üçün ikisi bir-birinə bərabər olmalıdır. A və ya B-ni çapa verə bilərik. Və yenə də gəldik burada 18, 12 yazıram. 36 nəticəsini burada almış oluruq. Necə getdi proses? İstəyirsiniz buna baxaq. Deməli, ilk olaraq burada 18-i daxil ediriksə, burada gəlirik 12-ni daxil edirik və müvafiq olaraq burada yazırıq. Bu da 18 oldu və digəri isə 12 oldu. Yəni ki, bu aydındır. Və bir-birinə bərabər deyil, bəli, bərabər deyil. O zaman minus, yəni daha doğrusu bu işlədi deyək. İşlədirsə A B-dən böyükdürmü? 18 12-dən böyükdür, bəli. Bu işlədi. Bu işlədiyinə görə burada qiymət, yeni bir qiymət oldu. Yəni B-nin üzərinə y gəlirik. B neçədir? 12. 12-nin üzərinə y də 12-dir. Gəldiyimiz anda 24 almış oluruq. Təbii ki, bu if işlədiyinə görə else işləmir. Yenidən gəlirik bura. Deyir ki, A B-dən fərqlidir. 24 B-dir, A isə 18-də qalıb. Fərqlidirmi? Bəli. Yəni, while yenə də işlədi. While işlədiyinə görə baxırıq burada. A B-dən böyükdürmü? A 18-dirsə, B artı 24-dir. Xeyr, bu işləmədi. Bura gəlirəm ki, bu işləmədi. Və gəlirik bura. Deməli, else işləyəcək. Bu işləyəcəyinə görə, hətta burada da belə bir şey yazaq. Bu işlədi və düşürük bura. Burada da A-nın üzərinə x gəlirik.
A 18 idi, üstünə x gəlir. Yenə də 18 gəlir. Yəni elədi 36. İndi gəlirik. A B-dən fərqlidirmi? Bəli, yenə də fərqlidir. Yəni deməli yenə də dövr işləyir. Bunu yazdıq buradan. A B-dən böyükdürmü? A artıq olub 36. Bəli. B isə 24-dür. O zaman B-nin üzərinə gəlirik Y-i. Yəni burada bunu yazırıq. Bu işlədi. Bu işlədiyinə görə 24-ün üstünə Y də 12 olaraq qalırsa 36. Yəni ki, bu aydın oldu. Təbii ki, S-ə baxmayacaq. Gəlirik bura. Burada baxırıq ki, 36 36-dan fərqlidirmi? Xeyr, dövr artıq işləmədi. İşləmədiyinə görə istəyirsiniz A-nı, istəyirsiniz B-ni çapa verin. Yenə də əkobu almış oluruq. Bu da əkobun tapılmasının başqa bir üsulu idi ki, bunu da sizə yazdım. Ümid edirəm ki, aydın oldu dəyərli yoldaşlar, dəyərli kanal izləyiciləri. Vaxt itirmədən keçə bilərik 13-cü suala. Diskriminantın qiymətindən asılı olaraq kvadrat tənliyin həllini tapan proqramı Python dilində yazın. Deməli, biz diskriminantı tapacağıq. Bundan ötürü A-nı, B-ni, C-ni daxil edəcəyik, D-ni tapacağıq. B kvadrat çıxaq 4AC-dir və D-ni yoxlayacağıq. 0-dan böyük ola bilər, D 0-dan kiçik ola bilər və D 0-a bərabər ola bilər. Və buna uyğun da nə yazmalı olduqlarımızı da bilirsiniz. Gəlin birlikdə yazaq. Deməli, tapşırıq 13 bu şəkildə yazırıq. A, B, C bərabərdir. Map, int, burada yazıram. Input və nöqtə split. Bu şəkildə yazırıq. 3 dənə ədəd daxil edirik. Və təbii ki, həmən diskriminantı tapa bilərik. B üssü 2 çıxaq 4 vuraq A vuraq C. Bu şəkildə yazırıq. B kvadratı çıxaq 4AC. Bunu yazdıq. Artıq bizim diskriminantımız hazırdır. Burada da görürük. İndi diskriminantı yoxlamalıyıq ki, 0-dan böyükdür, yoxsa 0-a bərabərdir, yoxsa 0-dan kiçikdir. If deyirəm ki, D 0-dan böyükdürsə, D 0-dan böyükdürsə, bu deməkdir ki, kvadrat tənin 2 həlli var və x1 bərabərdir. Bunu yazacağıq. Mənfi B plus kökaltda D-dir. Kökaltı ifadəni də biz bu şəkildə yazarıqsa, yəni ki, hər birinizə aydın olsa. Bundan ötürü hazır kitabxanadan import mass deyib square root-u əlavə edə bilərik, amma onunla yazmaq istəmirəm. Hələ ki, bunu yazıram. Məsələn, bir nümunə yazsaq, kökaltda 16, biz bunu 16 üssü 2-də 1 yaza biləriksə, 16 üssü 0,5 də yaza bilərik və bunun da informatik olaraq, Python olaraq 16 0,5 yaza bilərik. İndi 16 deyil, bunun yerinə D yazsaq, məsələ həll olmuş olur. Deməli, gəlirəm bura. Mənfi B üstə gələk. Kök altda D. Yəni, onu artıq belə yazacağıq. Kök altda D-ni D üssü 0,5. Bu ifadəni mənfi B üstə də kök altda D-ni böləcəyik 2A-ya. Və burada bu şəkildə yazılacaq. 2 vuraq A-ya. Bunu belə yazdıq və təbii ki, ikinci kökü də var. Və x2 bərabərdir. X2 bərabərdir. Mənfi B minus. Minus kök altda D bu şəkildə yazdıq. Hətta daha aydın olsun deyə bunu da belə yazaq. Deməli, burada da gəlirik. Bunu da bu şəkildə yazırıq. Belə 2A. D 0-dan böyük olanda bu olacaq. Əks halda əgər, bunu yazıram. Elif. Əks halda əgər necə edəcəyik? X bərabərdir. Mənfi B bölək 2 vuraq A-ya. Bu şəkildə yaza bilərik. Hətta bunu x1 də yaza bilərik. Hətta bunu yazdıqdan sonra x1, x2 də x2 bərabərdir. x1 də yaza bilərik. Yəni bu çox önəmli deyil. İstəyirsiniz də x1-də qalsın. Və hətta hər birində də printi belə yaza bilərik. Print x1 və x2. Burada yazıram print ya da x1 Elifi yazmamışıq şərtini. D bərabərdirsə 0-a. Bu şəkildə yazdıq. Deməli, D 0-dan böyük deyilsə və 0-a bərabər deyilsə, deməli 0-dan kiçikdir. O zaman da printdə yazaq ki, həqiqi kök yoxdur. Bu şəkildə yaza bilərik. X1 tapdıq. Mənfi B bölə 2A. X1 də çapa getdi. Burada da X1, X2 hər iki çapa getdi. Burada da printdə bunu yazdıq. Və təbii ki, A-ya, B-yə, C-yə fərqli qiymətlər daxil edib bunu yoxlaya bilərsiniz. 2, 1, 4 daxil edik.
həqiqi kök yoxdur. Yoxlasaq D-nin diskriminantın 0-dan kiçik olduğunu görə bilərik. Yəni ki, B kvadratı 1-dən çıxırıq. 4AC, bəli, bu artıq mənfidir və mənfinin həqiqi kök yoxdur. Digər qiymətləri isə tək-tək özünüz də yoxlaya bilərsiniz. 14-cü suala gəlirik. Boş bir siyahıya Python sözünü 100 dəfə əlavə edib çapa verən proqramı Python dilində yazın. Deməli, biz belə eləyək. 100 dəfə sözün hələlik bir 10 dəfəyə dəyişək, sonra 100-ə artırarıq və dəqiq sayı görməkdən ötürü bunu yazıram. Və siyahıda da görünməsini istəyiriksə, tamam, bu şəkildə yazıq. Deməli, tapşırıq 14. S bərabərdir, yazaq belə, n bərabərdir int input. S bərabərdir siyahı və bunu for-la yazaq icazənizlə. Bu da başqa bir variant olsun sizin üçün. For in range n yazacağam. Yəni n sayda mən S siyahısına s.append nə əlavə edirdik? Bunu burada baxaq. Python sözünü əlavə edirik və burada yazıram. Və for ilə yazdığımıza görə n-i artırmırıq. Həmin daxil etdiyimiz ifadəni, n qədər ifadəni isə s əlavə edəcəyik və print s. Burada n dəfədir. N dəfəyə baxdığımız anda görürük, məsələn, mən 3 ilə yazıramsa 3 dəfə Python sözü siyahıda görülmüş olacaq. 100 yazacamsa 100 dəfə olacaq. Amma məsələ şərtinə görə nəzərə alsaq, burada artıq elə birbaşa 100 yazarıqsa məsələ həllini tapmış olacaq. Yəni, bu şəkildə yoxlasaq, hər halda 100 dənə ifadə burada görmüş olacaqsınız. Daha kiçik qiymətlər yazıb yoxlaya bilərik. 10 dənə yazdıq ya da 5 yazaq. Burada görəcəksiniz. 5 dənə Python ifadəsi görəcəksiniz. 100-də qalsın və məsələnin həllinə uyğun olsun. 15-ci suala gəldik, 14-ü yazdıq. Faktorialların cəmi. Deməli, biz birinci bu faktorial tapıb S-in üzərinə gələcəyik bunu. Sonra S-in üzərinə gələcək bunu və nəhayət n-ə qədər bu şəkildə gedəcəyik. Və bunu da yazaq. Tapşırıq 15 idi, səhv eləmirəmsə, burada yazdıq. N bərabərdir int input yazdıq. Və bir cəmdən söhbət getdiyinə görə başlanğıc olaraq 0 veririk. Hətta for-la yazası olsaq, in range neçədən? 1-dən n-in də daxil olması üçün n plus 1-ə qədər gedəcək. Və faktorialı tapaq. H bərabərdir. H vuraq i. Faktorialı tapdıqsa, s bərabərdir. S plus h-ı gəlirik. H nədir? Artıq bizim ilk faktorialı tapdıq. Bunu da həmən s-in üzərinə gəldik və salın. Print s yazırıq. Və yoxlasaq burada 3 yazıram. Burada yanlışlığımız var. Çox üzrlü hesab edin. Bəli, h-ın başlanğıc qiymətini qeyd eləməmişik. Bunu da burada qeyd elədik. 3 yazıram. 9 nəticəsi çıxdı. Baxaq görək. Elədirmi? 3 yazırıqsa bura qədər gəlməsi lazımdır. Bu 1 edir, bu 2 edir, bu isə 6 edir və bunu da cəmi 9 edir. Burada gördünüz. 16-cı suala baxa bilərik. Klaviaturuna daxil edilmiş cümlədəki hər bir sözü tərsinə çevirərək çap edən proqramı Python dilində yazın. Hər halda yenə də ardıcıl ifadə gələcək. Yəni, salam, millət ifadəsi burada dəyişəcək hər halda. Malas bu şəkildə olacaq. Bildiyim, başa düşdüyüm qədərindən belə ekranda çıxması lazımdır. Sadəcə söz tərsinə çevriləcək. Deməli, bizim üçün bundan ötürü T16.py deyib bir yeni bir səhifə açmamız lazımdır və burada gəlirəm n bərabərdir input. Artıq mənim bir sətrim var. Həmin bu sətrin ifadəsini nə edə bilərik biz? Çevirə bilərik siyahıya. Gəlin, bunu da bu şəkildə yazaq. N bərabərdir n.split. Baxaq görək biz nə edirik? Print n deyirəm. İlk öncə buna baxaq ki, biz nə iş görmüşük hal-hazırda. Split nə iş gördü? Salam, millət yazdıq və enteri vurduq. Salam, millət. Gördüyünüz kimi sətirdəki sözləri, bir neçə söz də ola bilərdi, ayrı-ayrılıqda atdı siyahıya. Artıq bu siyahıya atandan sonra mənim bu söz üzərində işləməyə imkanım daha çox alır. Bunun tərsini ilk misallarda yazdığımız bir tərsə çevirmə metodu var idi. Onunla tərsə çevirək və bunu da bu şəkildə yazırıq. Gəlin, bu burada qalsın. For, i, in, n,
N içərisində gəzəcəyik və hətta belə bir ilk olaraq belə bir şey yazaq. S bir siyahı açırıq və S.append S-in içərisinə nəyi ataq? Həmin bu i-ni elementlərinin tərsini ataq. -1. Baxaq görək bu dəfə nə etdik? Print S. Yenə buradan yazırıq. Salam millət yazdım və malas teldim. Burada artıq biz bu ifadələri tərsinə düzmüş olmuşuq. Bunu biz atdıq bura. Həmin bu ifadəyə atdıq. Bunu buna atmadan da yaza bilərdik. Boş bir sətir əlavə edərik. S bərabərdir. Boş bir sətir. Və burada da S bərabərdir. S plus, indi yenidən dəyişirəm. Və bu şəkildə -1 qoyub yazdıq. Və bir daha yoxlayacağıq. Salam millət. Bu şəkildə yazdıq. Malas teldim. Burada gördüyünüz kimi yazıldı, amma birləşik yazıldı. Bunu necə ayıra bilərik? Bunu ayırmaqdan ötürü biz gələ bilərik bu ifadəni yazdıqdan sonra bir üstünə gələrik boşluq. Və salam millət necəsiniz yazdığımız anda malas teldim bu şəkildə tərsə doğru düzmüş oldu. Nəticə etibarilə bu şəkildə dəyişə bilərik və yaxud da ki, bayaq dediyimiz kimi siyahıya əlavə edib siyahıdakı elementləri birləşdirə bilərik. Yəni, bu seçim bizim hər birimiz üçün lazım ola bilər. Odur ki, bu burada qalsın və digər bir variantı davam edək. Ctrl-V deyirəm. Bizim bir siyahımız var idi. Bu siyahımızı əlavə edəcəyik. S.append. S.append i-nin tərs elementləri və baxaq görək yenə də əvvəlki vəziyyətə qayıtdıqmı? Salam, yenə də millət bu şəkildə yazdıq. Bəli, bunu yazdıq. İndi artıq bizim siyahımız bəllidirsə, o zaman belə bir iş görə bilirik. K bərabərdir. Deyirəm ki, siyahının içərisindəki elementləri birləşdirin. Bundan ötürü join funksiyasını istifadə edə bilərəm və S siyahısının elementləri olaraq birləşdirib K-ya mənimsədirik və bu şəkildə baxaq ifadəyə. Salam, millət, necəsiniz? Bu şəkildə də dəyişdirmiş ola bilərik. Bu da növbəti bir üsulla həll idi bu məsələnin. Deməli, 16-cı sual idi bu. Hər bir sözü tərsinə çevirir. 17-ci suala gəlirik. Klaviaturadan İngilis əlifbası ilə daxil edilmiş cümlədəki saytların sayını tapan proqramın Python dilində yazın. Cümlədəki saytların sayını. Yəni, əgər bunlardan varsa, bunlar saytlərdir. O zaman belə bir yazaq. Deməli, bu 16 idisə, tapşırıq 17 payı. N bərabərdir input. Mən bu daxil edəcəyim ifadələrdir və mənim belə bir sətrim var. A, E, I, O, U. Eyni zamanda bunun da böyüklərini yazaq. A, E, gəlirik. A, E, I, O, U. Bu şəkildə yazdıq və bu artıq bir sətrimiz var. İndi mən bunun içərisinə baxacağım. Əgər bunun içərisində olan hər hansı bir simvoldan bunun da içərisində varsa, deməli artıq saytdır və saytsa say artacaq. Odur ki, yazıram for i in s. S demirik in. If həmin i əgər in s-də yazışa fikir verin. Əgər burada olan ifadə burada da varsa, o zaman say plus bərabərdir 1 yazıram. Deməli, başlanğıc olaraq nə etməliyik? Sayımızı da 0 götürməyi unutmamalıyıq. Və print s. Print s. S demirik, say deyirik. Print say. Və baxıram. Deməli, daxil edirəm. Dörd çıxartdı. Baxsaq, kiçik a var, kiçik i var, böyük o və böyük u var. Və 4 dənə sayt olaraq burada nəticəmizi almış oluruq. Bu da bu sualın həllinə cavablardan birisi. 18-ci suala keçə bilərik. Aşağıdakı şərtlərə cavab verən proqramı Python dilinə yazın. Klaviaturadan bir ədəd daxil edilir və müəyyən şərtlərə əsasən ekrana fərqli nəticələr çıxır. Nədir o? Əgər ədəd 3-ə bölünürsə, fon, ədəd 5-ə bölünürsə, bon,
həm 3-ə, həm 5-ə bölünürsə, from bon yazır. Əks halda sadəcə həmin ədədi yazır. Deməli, belə yazaq da, ilk olaraq ədəd 3-ə və 5-ə bölünürsə, bunu yazsın. Əks halda əgər 5-ə bölünürsə bunu, bunlar da deyilsə, o zaman həmin ədədin özünü yazsın. Yazırıq burada, bizdə T18 Python. Deməli, bir ədədimiz daxil etdik, input. Burada sanki çox oldu, nələrsə. Ədədə daxil etdikdən sonra yoxlayacağıq. If n faiz 3 and n faiz 5 bərabərdirsə 0-a, n faiz 3 bu da bərabərdirsə 0-a and n faiz 5 bərabər 0. Yəni, həm 3-ə, həm 5-ə bölünürsə, o zaman print bir daha baxmağım lazımdır. Nə yazsın? From bon yazsın. From bon. Yox, əgər elif n faiz 3 bərabərdirsə 0-a, o zaman print 3-ə də bölünmürsə, əgər əks halda n faiz 5 bərabərdirsə 0, bu zaman print bon, əks halda print həmin ədədin özü, yəni n. Hər halda bundan söhbət gedirdi. Və bir dənə yoxlayaq. 15 daxil edirsə, from bon, yəni hər ikisindən bölündüyünə görə bu şəkildə yazdıq. Və gəlirəm, 17 yazıram. 17-nin də özünü çap elədik. Bu şəkildə gördünüz. 18-ci sualın cavabı idi. 19-cu sual, bir şey qalmadı. Yekunlaşdıracağıq 20 sualdan sonra. Kamil sadə parol yoxlama proqramı yazmalıdır. Bu proqram istifadəçidən bir parol daxil etməsi tələb edir və daxil edilən parolun əvvəlcədən müəyyən edilmiş bir parol ilə uyğun olub olmadığını yoxlayır. Kamilin qura biləcəyi uyğun proqramı Python dilində yazın. Doğru parol budur. Və Skewer 1, 2, 3 bu şəkildə yazırıq. Əgər daxil etdiyimiz ifadə buna bərabərsə doğrudur. Əks halda doğru deyil yazılacaq. Deməli, tapşırıq 19-da da bu şəkildə. Bizim daxil etdiyimiz ifadədə fərqli simvollar ola biləcəyi nəzərə alırıq, input yazırıq. Və eyni zamanda doğru parol, password burada yazıram. Bunu tam olaraq bu şəkildə yazdıqsa yazaq. Öncədən bəllidir. Yazırıq nə idi? 1, 2, 3. Bu şəkildə yazdıq. İndi yoxlayacağıq. If mənim daxil etdiyimiz n ifadənin əgər bərabərdirsə password buna və o zaman print doğru. Əks halda isə yanlış. Bu şəkildə ekranda görünmüş olsun. Deməli, bir ifadə daxil edirəm. Yanlış bu şəkildə çıxdı və eyni ifadəni yazarıqsa doğru nəticəsini görmüş oluruq. 19-cu sual. 20-ci sual. Klaviaturdan daxil edilmiş ədədin ikilik və 8-ci sayı sistemindəki yazılışını çap edən proqramı Python dilində yazın. Bilirik ki, biz ədədi onluq sayı sistemində verilmiş ədəddən söhbət gedir. Hər halda ikilik sayı sistemində göstərmək istəyiriksə, həmin ədədi 2-yə bölürük. Ya da 8-likdə göstərmək istəyiriksə, 8-ə bölürük. Bunu bilirsiniz. Əgər biz o zaman belə yoxlayırıq da, yəni 7-də də daxil edirik, 7-ni 2-yə böləcəyik. 3 dəfə 2, 6 qalıq 1. Təzədən aldığımız qiyməti yenə 2-yə böləcəyik. Bir dəfə 2, 2, 1 və bu şəkildə biz ikilik sayı sistemində göstərmiş olacağıq. Yəni. Deməli, ədədi həm qalıq olaraq 2-yə böləcəyik, həm də tam olaraq 2-yə böləcəyik. İkilikdən söhbət gedirsə. Odur ki, buna da gəlirik, yazırıq, tapşırıq 20 Python. Və bunu yazdıqdan sonra yoxlayıram. N bərabərdir int input. Mən bir ədəd götürdüm, while deyirəm və buna şərt verməyimiz lazımdır. N böyükdürsə 0-dan deyirəm ki, Q bərabərdir N faiz 2 və print Q. Hələ ki, belə yazıram. Print Q və təbii ki, N bərabərdir N bölə 2. Həm 2-yə böldük, tam hissəni tapırıq.
və eyni zamanda həmin ifadəni də növbəti dəfədə 2-yə bölüb qalığı tapacağıq. Baxaq görək biz nə iş gördük burada. Məsələn, biz 7 daxil ediriksə 1, 1, 1 bu şəkildə çıxdı. Burada 2 məsələ nəzərə alacağıq. Birinci gördüyünüz kimi bunlar bir sətirdə yox, alt-alt sətirlərdə çıxdı. İkincisi, əgər mən nümunə olaraq 8 daxil etsəm 0, 0, 0, 1 çıxdı. 1, 0, 0 yox. Budur ki, bunu yenə də fərqli yanaşmalar edə bilərik, amma mən belə yazacağım. S bərabərdir, boş sətir götürəcəyik. Həmin bu printin yerinə S bərabərdir, STR Q buradan tərəfə keçirdik. STR Q plus S yazacağım. Yəni həmin o Q, yəni biz sonda tutaq ki, 1-i tapacağıqsa, 1 ən qarşıda olsun deyə birinci STR Q yazdım. Və sonda print S verək. Deməli, biz bunu yoxlasaq, burada baxırıq ki, 6 yazsaq, əgər 1, 1, 0, 2-liyə keçirdik və eyni zamanda bayaq yazdığımız 8 yazsaq, 1, 0, 0 bu şəkildə getmiş olur və 8-liyə keçsək necə edəcəyik? O zaman yenə də sadəcə 8-ə böləcəyik. Bu qədər bəsit. Amma bir nəzərə alacağıq ki, burada həm 2-liyə böləndə artıq n-in qiyməti dəyişəcəyinə görə odur ki, belə bir şey deyərik. K bərabərdir n. Əgər eyni ifadəni 8-likdə göstərmək istəyirsə, o zaman birbaşa K bərabərdir n və eyni zamanda gəlirəm, bunu yazaq burada. While artıq K 0-dan böyükdürsə, Q bərabərdir. Burada yazırıq K faiz 2 və eyni zamanda S yox artıq. S-imiz çünki qiyməti saxlamalıdır özündə. T bərabərdir. Götürməliyik. Və STR plus T yazırıq və eyni zamanda da burada gəlirik. K bərabərdir. K bölək 2 yaza bilərik. Hər halda düz yazdıq. S bərabərdir. S yox. Burada yenə də dəyişmədik. T bərabərdir bu şəkildə. Və yoxlayaq görək düzgün alırıqmı? Print S dediyimiz ikili say sistemin qarşılığı, T isə 8-lik say sistemin qarşılığı. Bunlar K-dır, burada T-dir. Və yox, bəs bunları niyə dəyişmədik? 8 yazmalıyıq. 8-liyə keçirik axı. 8 yazdıq və yoxlaya bilərik. Deməli, daxil edirik 6. 8-ci say sistemində 6, 10-luq say sistemində 6 bərabərdir. Başqa bir ifadə daxil edirik. 12, 1, 1, 0, 0 və 12 də 1, 4 edir. Bəli, doğru şəkildə çevirdik. Deməli, verilmiş bir ifadəni biz həm ikili say sistemində, həm də 8-lik say sistemində göstərə bildik. Bu isə 20-ci sualın izahı idi, dəyərli yoldaşlar. Ümid edirəm ki, bu izahlar sizin öyrənmənizə müəyyən qədər təsir etmiş olur, amma mütləq və mütləq bu ifadələri özünüz sərbəst şəkildə yazmağı bacarmalısınız. Hətta hər hansı bir sualda qaranlıq qalan bir hissə varsa, sualı görən kimi videonu dayandırın, mütləq və mütləq özünüz yazın və nəticəni özünüz alın. Sonra isə ehtiyac yaranarsa doğruluğuna baxa bilərsiniz, dəyərli şagirdlər. Ümid edirəm ki, faydalı oldu. Növbəti 20 sualda bizi gözləyir. O suallara da izahı yəqin ki, yüklənəcək. Odur ki, videoları izləməkdə davam edin. Görüşərik, dəyərli yoldaşlar. Özünüzdən müğayət olun. Allah amanına.